Salam, mən Bozqurd və bu da mənim kanalım. Bu mənim ilk videomdur. Bu kanalda eleştiri, xəbər, podkast tipli videolar paylaşacağım. Onda çox uzatmadan keçək videoya. Videonun başlığından və qapa qutusundan da gördüyünüz kimi bu gün Zevs haqqında danışacağıq. Zevs. Kimdir bu Zevs? Qısaca özetleyeyim. Zevs Azərbaycanın ən tanınmış YouTuberlarından biridir. Özü 1 milyondan çox abunəçiyə sahib və vaxtilə də MMA ilə məşğul olmuş bir addır. Bir neçə tanınmış şəxslə döyüşə çıxıb, ilk populyarlığını da əsasən həmin döyüş videoları ilə qazanıb. İndi isə keçək əsas mövzuya. Zevs çıxdığı bir verilişdə kanalını 2006-cı ildə 9 yaşı olanda açdığını deyir. Amma hazırki YouTube kanalına baxanda yaradılma tarixi 2018 olaraq göstərilir. Düzdür, ola bilər ki, əvvəlki kanal silinib, sonra yenisini açıb. Ona görə də bunu elə də böyük məsələ hesab etmirəm. Hə, bir də gəlin kanalının məzmununa baxaq. Mənim gördüyümə görə videolarının böyük hissəsi reaksiya və TikTok videolarından ibarətdir. Əlbəttə, hər kəs istədiyi məzmunu çəkə bilər. Amma məncə Azərbaycanda bundan qat-qat keyfiyyətli məzmun hazırlayan, amma haqq etdiyi izlənməni almayan kanallar da var. Bir məsələ də var ki, mənə maraqlı gəlir. Bu qədər keyfiyyətsiz içəriklərlə belə böyüməsi tamamilə normal deyil. Yoxsa başqa səbəblər var? Məsələn, internetdə bot basmaq kimi. Mən belə iddia edirəm, təkrarlayıram, iddia. Yəni ki, həqiqət deyil, bir fikirdir. Mənim buna dair sübutum yoxdur və bunu fakt kimi demirəm. Bu sadəcə internetdə dolaşan iddialardan biridir. Amma mənim əsas danışmaq istədiyim mövzu qumar reklamıdır. Məncə izləyicilərinin böyük hissəsi uşaq olduğu üçün belə reklamlar düzgün deyil. Reklamlarda hər şey çox asan göstərilir. Sanki durduğunuz yerdən rahat pul qazanacaqsınız kimi. Hə, reklamının birində də belə deyir. Hamısı eyni şəbəkə aiddir yəni. İndi bilirəm ki, bir çoxunda sual yarar ki, yaxşı Zevs, reklam edirsənsə özün nə qədər qazanırsan bu saytlardan? Valla dostlar, mən 3-4 min manat hərəsindən çıxardıram günə və onu bildirmək istəyirəm ki, Telegram səhifəm olacaq Zevs MMA. Telegram səhifəmdə tez-tez paylaşacağam çıxarışları. İlk olaraq bu yalandır. Asan pul deyə bir şey yoxdur, olmayacaq. Hətta mağdur olan insanlar da kommentlərdə özlərini göstərib. Ona görə də o insanlar şərhlərini videoya qoyuram. Hə, həm də bu adam yan kanalından özünə yorum atır. Bunu da mənasız yazılarından görə bilərik. Halaldır Zevs, sevilirsən Zevs, Zevs və sair. Zevs həm də qumar üzərindən çirkli pul qazanır. Türklərin də dediyi kimi kara para qazanır. Yəni haram pul da deyə bilərik. Bu böyük bir suçdur. Gəlin isə İnzibati Xətalar Məcəlləsi maddə 525-i izah edeyim. İnzibati Xətalar Məcəlləsi maddə 525 qumar oyununda iştirak etmə. Bu maddədə yazılıb ki, qumar oyunlarında iştirak etməyə, yəni oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vasitələri, qazanılmış uduş və ya digər gəlirlər müsadirə edilməklə 5000 manat məbləğində cərimə tətbiq olunur. Bu sadəcə qumar oynayanlar üçündür. Gəlin indi qumar mühiti yaradanlara gələk. İnternetdə qumar mühiti yaradanlar və bilet satanlar üçün İnzibati Xətalar Məcəlləsi maddə 401 qumar oyunları ilə bağlı qanunvericiliyin pozulması. Virtual mühitə çıxış. Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün virtual mühitə, saytlara çıxışın təmin edilməsinə və imkan yaradılmasına görə fiziki şəxslər 3000 manat, hüquqi şəxslər isə 40.000 manat cərimə edilir. Yəni burada Zevs fiziki şəxs olduğu üçün 3000 manat cəza alacaq. Gəlin toplayaq. 3000 manat plus 5000 manat, yəni 8000 manat cəza ala bilər. Bu şəxs, yəni Zevs Rusiyadadır. Azərbaycana geri dönsə 8000 manat dəyərində cəza ilə qarşılaşacaq. Bəs Rusiyada niyə tutulmur? Çünki Rusiya buna elə də önəm vermir. Ona görə. Nəysə, qərarı siz verin. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər yaxşı qalın. Mən Bozqurd.